Bu gördüyünüz möhtəşəm bir piroqu mikser istifadə etmədən hazırladım. Miksersiz olmasına baxmayaraq görün necə hündür və pambıq kimi yumşaq alındı. Xəmirimiz isə çox sadədir. Dərin bir qaba unu ələyib, üzərinə şəkər tozu, vanil və duz əlavə edib qarışdırırıq. Sonra üzərinə duru yağı, yumurtaları, südü və qabartma tozunu əlavə edirik. Bütün bu prosesi sadəcə bir çırpma teli ilə həll edirik. İpək kimi axıcı bir xəmir alınana qədər qarışdırırıq. Piroqun dadına dad qatmaq üçün üzərinə səpməyə ovuntu hazırlayaq. Onu şəkəri və yumşaq kərə yağını əllərimizlə ovub qəşəng bir ştrezil hazırlayırıq. Bu qırıntılar piroqa həm gözəllik, həm də fərqli bir tekstura verir. Diametri 22 sm olan qəlibə xəmiri boşaldırıq, üzərinə də zövqə görə istənilən cem əlavə edib, hazırladığımız qırıntıları hər tərəfinə bolca səpirik və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 40 dəqiqəyə bişiririk. Bu arada dostlar, hələ də kanalıma abunə deyilsinizsə, abunə olun ki, belə asan və dadlı reseptləri qaçırmayasınız. Və budur, nəticə göz qabağındadır. Gəlin piroqumuzu dilimləyək. Bıçaq xəmirə toxunan kimi onun nə qədər pambıqvari və havalı olduğunu hiss etmək olur. Daxili tam bişib, teksturası isə məsaməli və yumşaqdır. Üzərindəki xırçıldayan qırıntılarla daxilindəki o yumşaq xəmirin və cemin vəhdəti bu piroqu əvəz olunmaz edir. Həm az büdcəli, həm də çox vaxt aparmayan bu resepti mütləq yaddaşa verin. Çay saatlarınızda ailəniz və qonaqlarınız üçün hazırlaya biləcəyiniz ən ideal şirniyyatlardan biridir. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Videonu bəyənib rəy yazmağı və kanalıma abunə olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.